Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Azad Azərbaycan radiosunda Bunu Bilmək Vacibdir rubrikasını dinləyirsiniz. Bugünkü rubrikamız görkəmli müğənni Şövkət Ələkbərovaya həsr olunur. Yenə göğüsünü buldaldı yar, ah niyə gəlmədi, harda qaldı? Gözümü yolda qoyub bir yubanan yar, nə edeyim? Gözümü yolda qoyub bir yubanan yar. Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-sində Bakıda dünyaya göz açıb. Atası Feyzulla kişinin musiqiyə olan ehtiramı, anası Hökmə xanımın ifa etdiyi tardan süzülən təranələr gənc yaşlarından Şövkətdə musiqiyə böyük həvəs oyatdı. 1937-ci ildə bədii öz fəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edən Şövkət Ələkbərovanın çıxışını Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirib. Billur kimi bir ay, bir könül sındırmışam. Billur kimi bir ay, bir könül sındırmışam. Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlayan Şövkət 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Gəlirəm Xəzəri yara yara, zəhmətim nur verir bu diyara. Şövkət Ələkbərovanın yaradıcılığında 50-ci illər çox önəmli yer tutur. Bu illərdə o, xalq və bəstəkar mahnılarının ən məşhur ifaçısı kimi tanındı. Müğənni qatar, şahnaz, segah muğamlarını özünə məxsus tərzdə ifa edərək muğam musiqisinə yeni nəfəs gətirdi. Məharətli improvizasiya ustalığı isə onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. Şövkət xanım Rusiya, İran, Hindistan, Türkiyə, Fransa, Balqaristan, Polşa, Çexoslovakiya və digər qastrol səfərində olduğu ölkələrin musiqisevərlərini öz bənzərsiz ifası ilə, ecazkar səsi ilə valeh edib. Müğənninin repertuarında Bir könül sındırmışam, Ay işığında, Oxu gözəl, Tellər oynadı, Durnalar, Oxutar, Getmə amandı, Bakı gecələri, Dərələr kimi ürəklərdə iz qoyan mahnı kantatalar və mahnıları bugün də sevə-sevə dinlənilir. Kipriklərin oxdur, qaşın kamandır, qaşın kamandır. Kipriklərin oxdur, qaşın kamandır, qaşın kamandır. Gözəl məndən üzdün dərməyib amandır. Məlahətli səsə malik Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm xasdır. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələri ilə bölüşərkən, onun istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdığı lirik mahnıların bənzərsiz ifaçısı kimi tanıdıqlarını deyiblər. Göy meşədən dərdik sən yağ çiçək, bəyaz-bəyaz varaqlara sərdik sən yağ çiçək. Oxu Şövkət, qoy səsin ürəklərdə kaman kimi titrəsin. Çiçək, çiçək, çiçəyim, ömrümə bəzəyəm. Bugün görkəmli müğənni, Azərbaycan SSR-nin xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyi tamam olur. Azad Azərbaycan radiosunda Bunu Bilmək Vacibdir rubrikasını dinlədiniz.
Hələlik.